veteran pulları ilə əlaqədar danışmaq istəyərdim. Sosial Müdafiə Nazirliyinin müavini Rəşad Mustafayev çıxışında deyir ki, veteran pullarının qalxmamasının səbəbi onların xırda bizneslərində və çox şeylərdə onların güzəştin olması və onların iş məhdudiyyətinə yararlı olmasıdır. Yəni heç bir veteran oradan salamat qaytarılmayıb. Mənə kimi mən yaralıyam hal-hazırda. Sadəcə siz haqsızlıq eləyib veteran statusuna layiq gördürtmüsünüz məcburən. Yəni qazi olarlar. Hansı güzəştləri, xırda biznesimizdə güyəmiş bizə güzəşt eləyirsiniz. Hansı moyka açırsan pul istəyirsiniz gəlib. Çayçı açırsan pul istəyirsiniz gəlib. Qazi veteran fərqi yoxdur. Nə güzəşt eləyirsiniz? Mən bələdiyyədən qazi olaraq Tarberdiyev Telman Zeynalov 4 ildir torpağımı ala bilmirəm. İcraat tərəfindən qadağa qoyulub. Mən icradan evimi təmirlə əlaqədar köməkli istəyirəm. İş məhdudiyyətim çox zəifdir, işləyə bilmirəm. Hə, mənə deyirlər ki, al git 100-150 manatın evi düzəlt. Mən onu nə ilə düzəldə bilərəm? Necə eləyə bilərəm? Yəni nə edirsiniz? Biz üçün çıxışınızda deyirsiniz ki, qazilər üçün, veteranlar üçün güzəştlər var. Nə edirsiniz? Hansı güzəşt? Hansı? İşə girirsən pul istəyirlər. Moyka açırsan pul istəyirlər. Çayçı açırsan pul istəyirlər. Çölə çıxırsan tutub içəri basmasalar yaxşıdır. Yəni bir bu qalıb. Bunu eləmirsiniz yəni. Yəni biz üçün nə edirsiniz ki, olan qalanınızı da vurub başımıza əlimizdən almısınız da yəni. Yalandan çıxıb orada milləti, cəmaatı niyə aldadırsınız? Bu milləti niyə, yəni acından ölür millət evində. Yalandan çıxıb milləti aldadırsınız. Qazi veteran şəhid ailəsi acından evində ölür, çıxıb orada deyirsiniz ki, bu güzəştlər olunur, bunlar verilir, bunlar filan. Niyə? Niyə aldadırsınız milləti? Millət elə bilir ki, qazilərə, veteranlara baxılır. Bu nə haqsızlıqdır? Niyə susursunuz bir millət olaraq qazilər, veteranlar? Niyə?